İsmayıl rayonunun Hacıhətəmli kəndində kütləvi zəhərlənmə hadisəsi baş vermişdir. Zəhərlənmə zamanı 35 nəfər zərər çəkən qeydə alınmışdır. İlkin tibbi yardım göstərdikdən sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılmışdır zərər çəkənlər. Hazırda epidemioloji araşdırma və laborator müayinələr həyata keçirilir. Ən çox şübhələnilən məhsul paytaxt salatı olmuşdur. Əfsuslar olsun ki, müayinənin aparılmasına kifayət edəcək qədər belə həmin məhsuldan qalıq mövcud olmamışdır. Məişət zəminində kütləvi tədbirlər təşkil edilərkən sanitar-gigiyenik qaydalara əməl olunmaması hallarına tez-tez rast gəlinir. Kütləvi tədbirlər təşkil edilərkən mütləq şəkildə buna uyğun şərait təmin olunmalıdır. Məhsulların düzgün temperaturda və şəraitdə saxlanması çox vacibdir. Xüsusilə isti havalarda hazırlanmış qida məhsulları otaq temperaturunda çox gözlənilməməlidir. Əlavə olaraq qida zəhərlənməsi hadisələri zamanı qida qalıqlarının atılması və gizlədilməsi yol verilməzdir. Bir daha sizin vasitənizlə istər şadlıq saraylarında, ictimai yaşam müəssisələrində, istərsə də məişətdə təşkil olunan tədbirlərdə qida zəhərlənməsinə şübhə olarkən qida qalıqlarının araşdırmanı aparan dövlət qurumunun nümayəndəsinə təqdim edilməsi zəruridir. Çünki bu epidemioloji araşdırmanın gedişatına mənfi təsir göstərir qidaların təqdim olunmaması və zəhərlənmənin əsl səbəbinin müəyyən edilməsinə maneçilik törədir.